bir nəfər mənə danışdı, dedi, mən Məşəddə idim. Böyük məraciyələrdən biri. Gördüm, gedir ziyarətə. Düşdüm bunun ardıcan, dedim, bunun gedəcəm, görüm, nə dua oxusa, nə namaz qılsa, neynəsə onu eləyəcəm. Getdim, deyir, mən də onu dalayacam. Girdim, İzni Duxul oxudu, girdi, bir dənə ziyarətin onu oxudu. Açdım Məfatihi, gördüm, məsələn, Kumeyl duasını başladı oxumağa. Mən də elə bunun böyründə oturmuşam, oxuyuram, gördüm, yarıda bağladım, durdu, bir dənə də xudahafizləşdi, çıxdı. Mən də düşdüm bunun ardıcan, gəldi, girdi bir dənə həyətə. Üstündən bir 15 dəqiqə keçəndən sonra axır özümü topladım, cəsarət elədim, döydüm qapını, gördüm, gəldi, əlində süpürgə açdı qapını. Dedim, bir iki dənə sualım var sana. O dedi, gəl içəri. Dedi, içəri ki, sən kimi? Dedi, indi sımavar da qaynayacaq. Sənə çay da verəcəm, de. Deyir, mən buradan düşdüm, sənin ardından getdim İmam Rıza Aleyhisselamın hərəminə ki, məsələn, sən orada elə dualar oxuyatsan ki, da belə də Məfatihin yarısını oxuyatsan. Dedim, sən niyə durdun, çıxdın, gəldin? Niyə duanı yarımçıq qoydun? Dedi, halım onu iqtiza edirdi. Ondan oynası özümü allatmaq idi. Gördüm, o Kumeyli axıra qədər oxusam, elə boş yerə özümü yormuşam. Dedim, ondansa gəldim, neçə nəfər biz deyir, ziyarətə gəlmişik, bu evi də kirayə tutmuşuq. Gəldim, isti havadır, həyəti süpürəm, sulayam, biraz sərinlik olsun, sımavarı da qaynatmışam, onlar gəlsin. Baxdım, gördüm, bu işim ondan əfsəldir. Bunu sidqinlə eləyə bilirəm, bunu ixlasla eləyə bilirəm, bunu belə oturda bilirəm. Ben gördüm, o Kumeyli yarıdan oyuna getmir da.